Azərbaycanda əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satışı 3 pilləli tarif sistemi ilə həyata keçirilir. Yəni qazdan istifadəyə görə limit tətbiq olunur. Qoyulan həddi aşdıqda qazdan istifadəyə görə ödənişin miqdarı dəyişir. Tarif Şurasının qərarına əsasən bu ilin yanvarından etibarən əhali qrupu üçün təbii qazın illik istehlak həcmi 200 kubmetrədək olan hissəsi üçün 1 kubmetrə görə 12,5 qəpik, 1200-2005 kubmetrə görə 2 qəpik, 2005 kubmetrdən çox olduqda isə hər kubmetrə görə 30 qəpik ödənilir. Qərarı şərh edən iqtisadçılar qısa müddət ərzində həmin limiti aşmağın mümkün olduğunu bildiriblər. Qış aylarında mənzillərini təbii qazla istənilən aşağı qaz limitini keçdikləri üçün istifadə etdikləri təbii qazın pulunu başqa tariflərlə, yəni hər kubmetrə görə 12,5 yox 22 və ya 30 qəpik ödəyirlər. Bildiyimiz kimi aprel ayında hava əsasən qeyri-sabit keçib. Hətta aprelin 15-də ölkənin bir neçə şəhərində istilik mövsümü bitməli olduğu halda Azəistilik Təchizat ASICə bu müddəti hava şəraiti ilə əlaqədar bir neçə gün uzatdı. Bütün bunlar abonentlərin qaz istehlakına necə təsir edib? Bu ilin ilk 3 ayı ərzində nə qədər abonent aşağı qaz istifadəsi limitini keçib? Metbuat Az Bizim mediaya istinadən məlumat verir ki, 3 ay ərzində abonentlərin 78%-dən çoxu qaz limitini keçməyib. 2025-ci ilin yanvar-mart ayları ərzində əhali sektoru üzrə 2.050.002 abonent, yəni abonentlərin 78,1%-i qazdan limit daxilində istifadə edib. Bu isə o deməkdir ki, abonentlərin 21,9%-i aşağı qaz limitini aşıb.